Hər vaxtınız xeyir qızlar, kanalıma xoş gəldiniz. Bugün bazar günüdür. Mən də evdəyəm, uşaqlar da evdədir. Dedim bir qısa vlog çəkim və sizlərlə bölüşüm. Günüm necə keçir? Səhər-səhər ilk öncə üzümə dərindən qulluq edirəm. Səhər və axşam təbii ki, ən əsas üzümə qulluq eləyirəm. Üzümü üzümə geli ilə yudum, toniklə sildim, sonra üzümə serum istifadə elədim, sonra isə gündüz kremi istifadə eləyirəm. Gündüz kremi istifadə eləyən 3-5 dəqiqə həmişə üzlərimi masaj eləyirəm. Mənim üzlərim quru olduğuna görə payız aylarına doğru gedəndə daha ciddi qulluğa ehtiyac olur. Bugün söz verdiyim kimi uşaqlara evdə olanda ev dönəri hazırlayacağam. Mən əslində mal ətindən çox bəyənirəm, amma uşaqların istəyi ilə bugün toyuq ətindən onlara dönər hazırlayacağam. Toyuq ətini xırda-xırda doğrayıb tavaya qoyuram. Yağda biraz da su əlavə eləyirəm. İnanın, ətin qoxusu gələndə Leyli həmişə mənim arxamca qaçır. Yoxsa mənim yanıma heç gəlmir. Ancaq ət istəyəndə mənə doğru gəlir. Bilir əlimdə ət var, hazırlayıram ona görə. Əti qovurmağa qoyuram və xırda-xırda tərəvəzləri doğrayıram. Elə bu an yadıma düşdü ki, xiyar yoxdur. Qaçdım tez balkona, oğluma dedim, dur, hardan alırsan al, mənə mütləq xiyar gətir. Gedir mağazaya, gəlir, yoxdur. Payız ayları, təsəvvür ki, yaxında olan mağazalardan xiyar tapmaq olmur. Amma mən inanıram ki, tərəvəzləri doğrayana kimi o tapıb mütləq mənə gətirəcək. Çünki ən sevdiyi yemək ət dönəridir, daha doğrusu ev dönəridir. Mən ilk öncə pomidorları xırda-xırda doğrayıram, tərəvəzləri, yəni göyərtiləri doğrayıram, soğanı lay-lay xırda doğrayıram. Əslində qırmızı soğan olanda dadlı olur dönər, amma deyim ki, sizə mən bugün yoxdur deyə soğandan istifadə elədim. Onu da qeyd edeyim ki, mal ətindən mən kotletlə hazırlayıram. Növbəti vloqlarda onu da çəkib paylaşacağam. Onun dadı daha gözəl, daha əla olur. Ona o qədər də tərəvəz əlavə eləmirəm. Ona ancaq əsas kişniş, şüyüd və soğan istifadə eləyirəm. Sousları artıq hazırlayıram. Görürsüz, sous hazırlayana kimi artıq xiyarlar da gəldi, çatdı. Mən bilirdim o tapıb gətirəcək. Çünki istədiyi yeməyi üçün gətirəcək. Yoxsa min bəhanə eləyəcəkdi, gətirməyəcəkdi. Sousa nə əlavə edirəm? Biraz tomat, biraz da mayonez və lavaşlar biraz almışam. Paketin içində olduğuna görə, bərk olduğuna görə yağlayıram. Sonra artıq sousu belə bir lay şəklində əlavə eləyib, yəni istifadə eləyib. Çox istifadə etmək olmaz. Çox az şəkildə istifadə edirəm. Üstünə də ət və tərəvəzləri əlavə eləyirəm və bu arada onu da qeyd edeyim ki, tosteri də toka qoşmuşam ki, mütləq dönəri tosterdə qızardım. Toster evdə olmayanlar tavada da yağda iki tərəfi qızardıb yeyə bilərsiniz. O da gözəl alınır. Əvvəl mən uşaqlar üçün elə hazırlayırdım kənddə olanda. Bura köçəndə artıq toster aldım. Onda daha rahat oldu. Yəni bunu daha rahat hazırlamaq olur, amma balacadır mən görürəm. Toster tam olaraq qapağı bağlanmır. Lavaşları bu arada bəyənmədim. Əslində sırf dönər üçün lavaş var, amma mən adi lavaş aldım. Ona görə də güclə bağladım. Biraz çox bərk idi, həm də çox nazik idi. Mən belə düşünürəm ki, qızlar, indi siz də baxın, görürsüz, məncə balacadır. Niyə görə bağlanmasın? Bağlansa kənarlarından yağ çıxır. Yəni tam olaraq qapağı bağlamaq olmur. Bu arada biz dönərlə ayranı sevdiyimizə görə artıq ayranımız da hazırdır. Oğlum sevinərək gəlir. Heç vaxt yeməyə çağıranda gəlmir, amma sırf ev dönəri, öz istədiyi yemək, lahmacun, belə şeylər olanda qaça-qaça gəlir. Yəni onun öz sevdiyi yeməkləri var. Əslində çox gözəl alınır. Deyim sizə, gedib hardansa alıb yediyiniz heç bilmir necə hazırlanıb. Mən evdə çox hazırlayıram uşaqlar üçün. Çünki həm öz əlimdən hazırlamışam. Onlar yeyəndə, onlar doyanda elə bilirəm mən doyuram. Bilmirəm başqa analar nə düşünür. Mən şəxsən beləyəm. Uşaqları xoşbəxt görəndə özüm də xoşbəxt oluram onlarla. Biz yeyib, içib, biraz da dedik, geyinib, gecinib, gedək gəzməyə. Eşitmişdik ki, Xaçmazda İstanbul butik açılıb və getməsəm olmazdı. Bir-iki şeylər var alacağımız, görək nə tapırıq. Böyük qızım ekrana gəlmir, o bizi çəkir. Sağ olsun, balaca qızım artıq yavaş-yavaş çəkilişlərə mənim yanımda olur. Maşınım əvvəllər təzə-təzə sürməyə başlayanda ilin əvvəlində biraz sürtmüşdüm. Ona görə də o təmirdə olduğuna görə piyada getdik. Heyvanlar parkından kəsə çıxdıq. Bazar yolunda olan İstanbul butikə. Deyim sizə, Xaçmazda biraz vloqlar çəkmək çətindir. İnsanlar telefon çıxardıb çəkilişlər eləyəndə qəribə baxır. Çox istəyərdim ki, bazarda çəkim. Orada ümumiyyətlə alınmır. Belə çox qəribə baxır.
Düzdür, bayırdan İstanbul butik çox böyük bir mağaza kimi görsənir, amma içəri girəndə balaca yerdir. Nə yalan deyim, çox istədiyim geyimləri tapa bilmədim. Sadəcə sumkaları biraz bəyəndim. Fərqli-fərqli xırda sumkalar var idi. Qızım heç yerdə tapa bilmədiyi 25 razmer şalvarı yalnız İstanbul mağazada tapdı. Çox sevindi. Böyük qızımın razmeri 25-26 olur və o redki hallarda cins şalvar tapa bilir. Çox vaxtı sport geyim geyinir. Ona görə o özünə artıq şalvar seçdi. Köynəyi də həmən tapdı məncə. Axtarırdı, hiss eləyirdim ki, geyinib gecinir. Mən özümə bir sumka almaq istədim. Bir dənə də ağ ayaqqabılar, çoxdur krasovkalar. Bu dəfə dedim qara krasovka alım, görüm tapa biləcəmmi. Bu sumkaların yəni arasında qalmış. Əslində bunu bəyənirdim, amma daha balaca bir sumka istəyirdim. Həm oktyabr ayında İstanbula gedəcəyik, Antalya daha doğrusu gedəcəyik səyahətə, həm də ki özümə də pencə ilə lazım idi və təbii ki beləcə biz İstanbul butikdən alış-verişimizi etdik. Qaranlıq olduğuna görə yoldaşım bizi evə gətirdi. Gələn kimi dedim ilk öncə sizlərlə bölüşüm. Qızım belə bir balaca qızım belə bir köynək aldı. Məktəbə geyim ayrıdır. Kurslara gedirəm. Kursda mənim geyimim ayrı olmalıdır. Ona görə də özünə belə bir mən də bəyəndim. Daha doğrusu bu köynəyi aldı. Çox yəni xoşuma gəldi. Özünə də çox yaraşırdı. Və təbii ki bunlar alıram, amma təəssüflər olsun ki 5 gün sonra yoxdur. Qızlarım məni kosmetikaya, belə bir şeylərə gələndə çox yorur həqiqətən də. 2 qız olmaq belədir, 2 qız anası olmaq belədir. Hərəmizə bir dənə qəşəng iri evdə taxmaq üçün zakolka aldıq və qızlar belə bir sumka aldım. Məncə hər biriniz bəyənərsiniz. Çox baxdım, çox axtardım, amma bu sumkanı çox bəyəndim. İnşallah siz də bəyənərsiniz. Belə videoda biraz tüy çıxıb, daha al qırmızıdır, daha gözəl görsənir işıqda. Həm pencəyim var, həm də istəyirəm ki, Antalyaya gələndə bir ya qara donla götürüm, ya da qırmızı donla qalı gecəsində. Mən belə düşünüb aldım. İndidən yığıram. Təsəvvürün ki, bir ay qalıb, hələ indidən başlamışam paltar, sumka yığmağa. Bir ayda güclə mən yekunlaşdıracağam geyimlərimi alıb. Amma yoldaşım mən inanıram ki 2 günə hazır olacaq. Yəni 2 gündə gedəcək, alış-veriş eləyəcək, çamadını dolduracaq və hazır olacaq. Buna əminəm. Sağ olsun şirkətimiz bizə oktyabrın 20-sindən 27-sinə qədər Antalyaya səyahət verib. Antalyaya gedəcək ailəvi. Dodaq karandaşları fabrikdən seçirəm. Qızım dedim, amma bu karandaşlar yaxşıdır. Yəni sizə sınayıb mütləq məlumat verəcəm o karandaşlar haqqında. Amma inanıram ki, heç vaxtı onlar fabrikin karandaşlarından bir ola bilməz. Çünki yağlılığı, davamlılığı eyni ola bilməz. Qızım özü üçün zakolka falan seçdi və mən əslində bizdə bu şotka olmadığına görə belə bir şotkanı bəyəndim, seçdim daha doğrusu ənlik üçün. Və başqa nə seçdim deyim sizə. Biraz qızım özü üçün nevdimkalar seçdi. Və üz üçün aparat var idi, bilmədim hansı batareyalar gedir, 2 cür aldım. Bir dənə üz konturlaşdırıcı aldım, amma deyim ki sizə heç bəyənmədim. Hələ aldım, əlimdə baxdım burada, orada baxa bilmədim mağazada. Heç inanırsınız ki, yəni rəngi yoxdur da, bilmirəm niyə belə. Mən ümumiyyətlə bu mağaza kosmetikalarını heç bəyənmirəm. Kəşf fabrikdə əvvəl gəlirdi, indi də olsaydı. Yəni mən sizə deyim ki, rəngi ümumiyyətlə heç nə çəkmir də. Təsəvvür edirsiniz, yəni o boyda. Və bizdə çox təəssüflər olsun ki, haliatır gəlmədiyinə görə məcbur oldum, bir dənə haliatırım bitir aldım. Sonra bir dənə böyük ten istəyirdim. Rənglər xoşuma gəldi. Aldım da, bilmirəm necə çıxacaqsa. Kosmetikalar çox istəyirəm, çox olsun. Böyük tenlərim olsun. Fabrikə çox gözəl tenlər gəlirdi, son zamanlar gəlmir. Artıq o da məndə bitib. Ona görə də böyük belə bir ten aldım. Əslində çox ten istifadə edən adam deyiləm. Sadəcə xoşum gəlir o rənglərdən. Arada istifadə edirəm. Yəni çox belə abartılı makyajları sevmirəm. Böyük qızım qəşəng amma geyim tapdı orada. Təsəvvür ki, bu redki halda paltar tapır, amma bu dəfə tapdı. Özünə qəşəng balon götürdü. Ölürdü o bu rəng üçün. Və özünə qəşəng cins şalvar seçdi. Və təbii ki, bir dənə də incə çox xoşuma gəldi. Çox gözəl incə bir kofta seçdi. Yəni əslində heç o geyim tapa bilmir, amma bu dəfə nədənsə o daha tez tapdı bu geyimləri. Məncə siz də bəyənərsiniz.
bu rəngi çox bəyənir. Ən sevdiyi rəngdir. Və özüm üçün də bir dənə qara krasovka aldım. O qədər bəyənmədim düzdür, amma işdə geyinmək üçün aldım. Belə geyinəndə qəşəng görsənir. Yəni rahat bir ayaqqabıdır. Belə bizim alış-verişlərimiz bu qədər. Qızım artıq geyindi və geyimimi sizlərlə bölüşmək istədim. Məncə hər biriniz bəyənərsiniz. İstəsəz gedib alış-verişlərinizi də eləyə bilərsiniz. Təşəkkür edirəm diqqətiniz üçün, izlədiyiniz üçün. Bəyənib fikirlərinizi yorumda yazmağı unutmayın.